Antogenez nədir? Antogenez bir varlığın mövcud olduğu dövrdür. Antos elə mövcud, genezis doğulma deməkdir. Antogenezin iki mərhələsi var: embrional və postembrional. Embrional nədir? Bir canlının əgər bu diri bala doğursa, demək ana bətnində olan dövrüdür və yaxud da hansı yumurta içində inkişaf edirsə, yumurta içərisində inkişaf elədiyi dövrdür. Postembrional isə diri bala doğan heyvansa doğulandan ölənə qədər ki olan dövrdür. Yumurtadan inkişaf edənsə yumurta içindən çıxandan ölənə qədər ki olan dövrdür. İndi birinci biz başlayacağıq embrional inkişaf dövrdə. Bayaq danışdıq, dedik ki, bizdə zigot yarandı, hər hansı bir 4 spermatozoiddən hər hansı biri yumurta hüceyrəni mayalandırdı. Mayalanmış yumurta hüceyrəyə biz nə deyirik? Zigot. İndi burada embrional inkişaf dövründə zigot bölünür. Zigot özü, demək biz onda belə başlayaq, aşağıya gedək. Bu zigotdur. Zigotun xromosom yığımı neçə olacaq? N-lə N-in biri. Zigotun xromosom yığımı nədir? 2 diploiddir. 2-ində diploiddir. Aha. İndi embrional inkişaf dövründə zigot bölünür. Zigotun bölünməsi canlılarda fərqlidir. Buna görə 3 özəlliyə diqqət eləməliyik. Birinci, zigotun bölünüb çoxlu hüceyrələr yaratmasına buna deyirik embrional inkişafın parçalanma mərhələsi. Biz ümumiyyətlə gəlin embrional inkişafın birinci mərhələlərini yazaq. Hansıdır? Parçalanma. Sonra ikinci morula. Morula mərhələsi məsələn demək güvəndə morula mərhələsini ayrıca qeyd edilir. Amma məktəb kitablarında o ayrıca bir mərhələ kimi. Parçalanma blastula yazılır. Hə, gedir güvəndə onu yazılıb məktəb kitabına baxacaqsınız. Parçalanma, morula, blastula mərhələsi, qastrula, bir də neyrula mərhələsi. Qastrula və neyrula mərhələsi. Birinci başlayırıq neyrula mərhələsi. İndi birinci başlayırıq biz burada parçalanma mərhələsində. Yenə deyirəm, parçalanma mərhələsi zigotun bölünüb kiçik hüceyrələr yaratmasıdır. Ona deyilir blastomerlər. Zigotdan yaranan kiçik hüceyrələrə deyirik blastomerlər. İndi zigotun bölünməsi canlılarda fərqlidir. Bu tərəfi silirəm. Demək, zigotun bölünməsi. Birinci, əgər canlıda yumurta sarısı azdırsa, yumurta sarısı az olanlarda azdırsa, zigot tam və bərabər bölünür. Bərabər ölçülü hüceyrələrə bölünür. Buna hansı canlılara aiddir? Neştərçə, sonra dərisi tikanlılar, bu ayrıca dərs kimi keçirilmir, amma adı gedir. Dərisi tikanlılar, bir də ali məməlilər. Sonra gəlir ikinci. Əgər yumurta sarısı nisbətən çoxdursa, yumurta sarısı nisbətən çoxdur. Yəni çox da tam çox deyil. Yəni məsələn quşun yumurtası kimi deyil, amma sarısı bunlara nisbətən çoxdur. Yumurta sarısı nisbətən çox olanlarda çoxdursa, orada zigot tam bölünür. Amma əmələ gələn hüceyrələr demək müxtəlif ölçülü olur. Burada necə idi? Zigot tam bölünürdü, amma bərabər hüceyrələrə bölünürdü, bərabər ölçülü. Burada zigot tam bölünür, amma əmələ gələn hüceyrələr necə olur? Qeyri-bərabər olur. Aydındır, zigot tam bölünür, hüceyrələr qeyri-bərabər olur. Yəni ki, eyni ölçüdə olmur. Bura aiddir. Suda burada yaşayanlardan qurbağa, bir də triton. Bunlara aiddir. Üçüncü,
Yumurta sarısı çox olanlar. Tamamilə yumurta sarısı çoxdur. Yumurta sarısı çox olanlarda sarısı çoxdur. Çox. Onlarda isə yumurta sarısı çox olanlarda zigot zigot tam bölünmür. Tam bölünmür. Əmələ gələn blastomerlərdə yenə müxtəlif ölçülü olacaqdır. Bura aiddə hansıdır? Demək, yumurta sarısı çox olanlar quşlar, sonra sürünənlər, bir də ilk məməlilər. İlk məməllərdə ördək burun yırtına. Bir də ilk məməlilər. Bunlarda zigot tam bölünmür. Çünki sarı çoxdur. Ümumiyyətlə, sarı çoxdursa, yenə deyirəm, bayaq dediyim kimi, o yumurtada bölünən hissə ruşeym diski olan hissədir. O ruşeym diski olan hissədə sarı az olur, o hissə bölünür. Digər hissələrdə, yumurtanın o digər hissələrindəki sarı çoxdur. O sarıda içəridəki o yaranan ruşeymin inkişafı üçün qida maddəsi rolunu oynayır. Aydındır? Bu da əzbər imtahana düşür. Məsələn, qurbağa xüsusən də düşür. Bunları uşaqlar əzbərləyir, bəzən qurbağa tritona xüsusi diqqət eləmir. Onlar da sarı nisbətən çoxdur, zigot tam bölünür, amma əmələ gələn hüceyrələrin ölçüsü fərqli ölçüdə olur. Aydındır? Sonra keçirik, indi parçalanma mərhələsində, buranı indi siləcəm, parçalanma mərhələsində, dedik, müxtəlif ölçülü ola bilər, blastomerlər və s. İndi parçalanma mərhələsində zigot necə bölünür? Demək, embrional inkişafın parçalanma mərhələsindən hələ ki davam edirik. Parçalanma mərhələsində, bu mənim zigot. Zigot əvvəlcə, özü zigot bölünür mitoz bölünmə yolu ilə. Xromosom yığımında nə idi? 2. Və buradan əmələ gəlir, özü də burada nəyə diqqət edirik? Hər biri sualdır. Zigot uzunlu istiqamətdə bölünür, bax üstünə yazıram. Əmələ gətirir 2 dənə blastomer. Blastomer nədir? Kiçik hüceyrədir. Sonra bu yaranan blastomerlər özü də təzədən, bax bu şəkil. Bax bu şəkildə. Bu yaranan blastomerlər özü də təzədən uzunluğa bölünür, mitoz keçirirlər də. Mitozda nə olur? Hər dəfə hüceyrə sayı nə olur? 2 dəfə artır. Bundan da nə yaranır? Biraz balaca çəkək, sığsın 4 dənə hüceyrə. Sonra bu 4 dənə yaranan blastomer, yəni kiçik hüceyrələrimiz eyninə istiqamətdə bölünür. Yaranır 8 hüceyrə. Sonra bu 8 dənə növbə... Baxın qızlar, burada əvvəlcə ardıcıl uzunlu olur, sonra növbəli şəkildə bölünür hüceyrələr. Aydındır. 8 dənə bölünəcək, demək, növbə gəlir uzunlu istiqamətdə 16. 16 dənəmiz eninə istiqamətdə 32. 32 dənə uzunlu istiqamətdə 64. 64 dənəmiz eninə istiqamətdə 128. Uzunluğa eninə. O zigotun bölünməsi, axı o hüceyrələr daimi uzunluğa bölünsə, hüceyrələr ancaq eyni ölçüdə olur. Orada hüceyrələrin ölçüsü mütənasib olsun deyə fərqli ölçüdə olur. Və burada bir də zigotun bölünməsi, buradan hamısı məsələ düşür. Baxın, mənə qulaq asın. Bu zigotdur, hüceyrədir. Bunlar da hüceyrədir. Amma məsələn, sənə deyir ki, 128 hüceyrə yaranıbsa, neçə dənə hüceyrə bölünməyə məruz qalır? Hüceyrə deyəndə sən zigotu da götürürsən. Məsələn, bir dənə bunu götürürsən, 1, üstə gələk 2, üstə gələk 4, üstə gələk 8, 16, 32, 64. Başa, neçə hüceyrə deyir bölünməyə məruz qalır. Bu biraz bakteriya ilə əlaqəlidir bu bölünmə. Demək, amma deyir ki, 128 hüceyrə yaranıbsa, neçə blastomer bölünməyə məruz qalır? Blastomer deyəndə zigotu götürmürsən. Çünki o hüceyrə... Blastomer zigot bölünən sonra yaranır. Blastomer zigotun bölünməsindən yaranır. Hüceyrə deyəndə hamısı hüceyrədir. Blastomer deyəndə zigot blastomer deyil. Başlayırsan 2, 4, 8, 16 toplayacaqsan. Sonra burada nə tip suallar düşür? Deyir ki, məsələn, tutarım, 32 blastomerdə əmələ gəlirsə, 128 blastomer yaranıbsa, deyir neçə
hüceyrə neçə dəfə uzunluğa bölünmə baş verir? 4. Süb baxıram 1, 2, 3, 4. Neçə dənə eninə bölünmə baş verir? 3 dənə. Bu dəfə ilə bölünməyə məruz qalana diqqətli olun. Məsələn, sən deyir 128 blastomer əmələ gəlibsə, neçə blastomer uzunluğa bölünməyə məruz qalıb? İndi baxırıq. Bu blastomer uzunluğa bölünməyə məruz qalıb. Yəni 128 dənənin yaranması üçün. Bu uzunluğa bölünməyə. Hə, burada dəfə demirdi, toplayıcı. Deyir ki, 128 blastomer yaranıbsa, neçə blastomer uzunluğa bölünməyə məruz qalıb? Bu eninə bölünməyə məruz qalıb, getdi. Bu 8 dənəsi uzunluğa bölünməyə məruz qalıb. 42. 16 dənəmiz eninə bölünmə keçirib. 32 dənəmiz uzunluğa bölünməyə məruz qalıb. 64-ü yazmırıq çünki bu eninə. Demək 128 yarananda 40 dənə, 42 dənə demək blastomerimiz uzunluğa bölünməyə məruz qalıb. Amma desək ki 128 blastomer yaranıbsa, neçə hüceyrə uzunluğa bölünməyə? Onun üstünə nə edəcəksiniz? O da 43. 43 olacaq. İndi Aysu, sən də görün, məsələn, 128 blastomer əmələ gəlibsə, demək, neçə hüceyrə eninə bölünməyə məruz qalıb? 4, 4, 16 aha. və 64. Aysu, yəni neçə olacaq? 80, 81 dənəsi. Aydın oldu. Bir də başqa tip sual da verir. Məsələn, deyir ki, 128 blastomer əmələ gələn zaman, demək, neçə hüceyrədir ki, həm uzunluğa bölünməklə əmələ gəlib, həm də uzunluğa bölünməyə məruz qalıb. 1, 2 olan. Yox, 2 dənə, 2 dənə. 2 də deyil. Hə, bəli. Həm uzunluğa bölünməklə əmələ gəlib, həm uzunluğa. Bu ona görə də bax bunu belə səliqəli yazmalısınız. Amma həm elinə ilə əmələ gəl, həm də elinə bölən yoxdur. Yoxdur. Düz. Və siz bunu yazmalısınız. Bax mən necə yazmışam? Bunu yazmasa səhv işləyəcəksiniz. Bax belə yaz, uzunluğa ilə orada ərinmir. Yazın. Yazdıqca sən artıq orada nəticə çıxardacaqsan. Aydındır. Bu bizim 128 blastomerimiz. Hə, bir də burada nə tip sual düşə bilər? Məsələn, burada 2 dənə blastomerim var da, məsələn, bu 2 dənədir. Sonra neçədən oldu? 4 dənə blastomerim oldu. Aydındır. Məsələn, sən deyək ki, bu blastomerlərin hər birində xromosom yığımı neçədir? Xromosom yox. 2-dir. Çünki burada ancaq nə gedir? Mitoz. Mitozun da sonunda yaranan hüceyrələrin hər birində nə olur? 2C. Aydındır. Bir dənə də sual verim. Deyir ki, 128 blastomer, məsələn, hər hansı bir blastomerdə insandırsa, blastomerin blastomer özü bir hüceyrədir. Hüceyrəsinin nüvəsində insan orqanizmi üçün deyirəm. Neçə xromosom, neçə DNT olar? Neçə xromosom? Aha, hə. 46 xromosom. DNT-də elə 12-yə vurmuş Allah. Niyə? Elə 46, 46. Nə olur? 2-2C 46, 46 xromosom, 46 da DNT. Düşünsünüz, hər şey nəyə gedir? O mitozu əzbərləməyə, meyozu əzbərləməyə gedir. Yaranda bu oldu parçalama mərhələsi. Morula mərhələsi bilirsiniz nədir? Morula mərhələsi, bunu indi biz məktəbdə, morulanın, demək bu oldu parçalama. Sonra gəlir morula mərhələsi. Morula mərhələsində, demək hüceyrələr elə bil ki, ziqotun daxilində belə topa halında yığılır. Bax, buna deyirik morula mərhələsi də kürə şəkilli formanı alır. Hüceyrələr, bax, bu formanı alır. Bu hüceyrələr elə bil ki, daxildə toplanır da, bax belə. Hüceyrələr daxildə toplanır. Bu da kürə formasını alır. Bax, buna deyirik morula mərhələsi. Morula mərhələsinin şəkili, hətta burada belə bir buna diqqət edin ki, bu daxildəki hüceyrələrin hər birinin kütləsi ziqotun kütləsindən necə olur? Az olur. Çünki axı hər dəfə bölündükcə enerji sərf olunur. Başa düşdünüz? Qida maddələri parçalanır, özünün kütləsi azalır. Bir dəfə azaldı falan var yoxsa? Hə? Bir dəfə azaldı. Yox, elə yox. Sadəcə deyir ki, bu hüceyrələrin kütləsi ziqotun kütləsindən az olur. Normaldır, çünki bu hüceyrələr hər dəfə bölünür. Bölündükcə o
enerji lazımdır. Enerjini də verən nədir? Qida maddələri parçalanır, enerji verir. Sonra moruladan sonra gəlir növbəti mərhələmiz blastula mərhələsi. Blastula mərhələsi nə deməkdir? Bu moruladakı hüceyrələr, bax gəlir blastula. Moruladakı hüceyrələr demək bir qatda düzülür, bax belə. Evi ki ancaq kənara düzülür. Moruladakı hüceyrələr kənara düzülür. Bax bu blastula mərhələsi və burada bu içəri boş qalır. Buna da deyilir blastosil boşluğu. Blastosil. Bu boşluq heç nəyə başlanğıc vermir. O rüşeyin inkişafı zamanı, yəni o sonra yox olacaq. Sadəcə blastosil nədir? Moruladakı hüceyrələr kənara çəkilir və daxildə yaranan bir boşluqdur. Sonra növbəti mərhələ gəlir gastrula mərhələsi. Gastrula mərhələsində demək, mən gərək buranı silirəm artıq. Demək, gastrula mərhələsində demək, bu oldu morula. Elə bunun arxasınca, bax, morula, blastula, buradan gəlir gastrula mərhələsi. Gastrula mərhələsində bu kənara çəkilmiş hüceyrələr var. Bu hüceyrələrin aşağıdakı hüceyrələr sanki daxilə doğru çökməyə başlayır, içəriyə doğru. Onda da bunu təxmini şəkil olaraq belə çəksək, biraz mənim şəklim belə bir... Buna deyəcəyik, niyə belə çəkdim deyəcəm. Buna deyirik gastrula mərhələsi. Gastrula mərhələsində, bax, elə bir ki, bu hüceyrələr bax, içəriyə doğru çökməyə başlayıb, bax, burada toplanacaq da, bax, belə. İçəriyə doğru, digər hüceyrələrdə nə olacaq? Belə, burada hüceyrələr düzüləcək. Və burada gastrula mərhələsində bu daxilə doğru çökmə baş verir. Bax, buradakı hüceyrələr nə oldu? Çöktü daxilə doğru. Burada da nə görürəm mən? Boşluq. Bax, buna da deyilir gastrula boşluğu. Və yaxud da bəzi kitablarda yazır bağırsaq boşluğu. Gastrula və yaxud da bağırsaq boşluğu. Bağırsaq boşluğu. Bu bağırsaq boşluğu burada aşağıdan ağız yaranacaq təxminən bax bu hissədə. Bu boşluq buna ilkin ağız deyilir və o xaricdən əlaqələnir. Sonradan buradakı bu ilkin ağız anus dəliyinə çevriləcəkdir. Aydındır? Yəni ki, belə. Və burada demək, gastrula mərhələsində iki rüşeym qatı yaranır. Bir bu bir qat, bir də bu bir qat. İki rüşeym qatı yaranır. Hansıdır? Ektoderma və endoderma deyilən rüşeym qatıları. Ay, sağ ol. Demək, ektoderma, bir dənə yaxşı yazım qoyum. Endo daxili, ekto xarici. Aha, hə. Gör, ayrılır. Demək, ektoderma, həm, ektoderma və bir də burada endoderma qatı yaranır. Ektoderma hansı qat? Demək, aydın oldu bura. Ektoderma və endoderma qatları yaranır. Ektoderma hansı idi? Xarici qat, endoderma daxili qat. Və biz keçmişdik. Süngərlər, bir də bağırsaq boşluqlarda iki dənə rüşeym qatı olur. Ektoderma, endoderma qatı. Amma bəzi digər çox hüceyrələrdə süngərlər və bağırsaq boşluqları çıxma şərti ilə sonraki inkişaf mərhələsində ektoderma ilə endodermanın arasında nə yaranır? Üçüncü bir rüşeym qatı yaranır. Ona da nə deyirik? Mezoderma. Demək, hər üç rüşeym qatı... Şeydə yaranmış da, hərgən qurtlarda. Hərgən qurtlarda yox. Mezoderma qatı yaranmışdı yastı qurtlarda. Demək, gastrula mərhələsində biz hər üç qatın yarandığını gördük. Həm ekto, həm endo, həm də mezoderma qatı yarandı. Bu daxildəki boşluğu, bir də onları dedikdə qastral boşluq, bağırsaq boşluq düşür. İndi sonradan bu qatlardan da nə yaranacaq? Orqanlar sistemi yaranacaq. Bizim dördüncü mərhələmiz neyrula mərhələsidir. Neyrula mərhələsində artıq bu rüşeym qatlarından nə yaranacaq? Orqan və orqanlar sistemi yaranacaq və bir rüşeymin
artıq 3 ayında olan bir rüşemin bütün orqanlar sistemi tamamilə formalaşmış olacaq. Və indi sizə burada əzbərçilik digər nə məsələ var? Rüşeyin qatlarından nələr yaranır? Nə demək? Bu neyrula mərhələsində dedik bayaq ki, rüşeyin qatlarından nə yaranır artıq? Orqan və rüşeyin orqanları yaranır. İndi siz əzbər bilməlisiniz. Məsələn, rüşeyimin ektoderma, demək, qatlarımız hansı idi? Ektoderma, demək, endoderma və üçüncü rüşeyin qatımız olan mezoderma. Hər biri də gastrula mərhələsində artıq əmələ gəlir bu qatlar. Demək, ektodermadan nə yaranır? Ektodermanı belə yadınızda saxlayırsınız. Xaricdə əlavə. Məsələn, sinir sistemi. Yəni, sonra bəzilərdən ektoderma qatından yaranır sinir sistemi. Sonra bəzilərdən hipofiz, epifiz vəzi, ağız boşluğunun xariclə əlaqədə ağız, burun epitelisi, anus epitelisi, bax bunlar ektodermadan, duyğu reseptorları, sonra dişin mina qatı, bax bunlar ektodermadan inkişaf edir. Sinir sistemi ilə bağlı şeylər onsuz da ektodermadır. Sonra endodermadan nə yaranır? Endodermadan, bax yadınızda saxlayın, ifrazat sisteminin bütün strukturları mezodermaya aiddir. Məsələn, böyrəklər olsun, sidik kisəsi və s. Amma bir dənə sidik kisəsinin epitelisi endodermadan yaranır. Amma ifrazata aid digər orqanlar mezodermadır. Sonra endodermadan xorda yaranır. Sonra həzm kanalının epitelisi, balıqların üzmə qoluğudur. Sonra endodermiya deyə bilərik. Məsələn, nəfəs borusu, bronxların epitelisi, sonra ümumiyyətlə də belə deyək, daxili orqanların epitelisi, demək, belə deyək, endodermadan yaranır əksəriyyətin. Məsələn, qaraciyərdir, məd-altı vəzidir. Sonra nəfəs borusu dedik, həzm kanalının epitelisi. Bir də ki, qalxana bənzər vəzidir ki, endodermadan yaranır. Mezodermadan nə yaranır? Mezodermanı belə yadınızda saxlayın. Bax, qan damar sistemi, sümük, vətərlər, qığırdaq, sonra ifrazat sistemi, cinsiyyət sistemi orqanları mezodermadan yaranır. Sonra dərinin epidermis qatı ektodermadır. Dərinin derma ilə dəraltı pi qatı mezodermadan. Sonra qarın örtüyü periton deyilir. O da mezodermadan yaranır. Sümük bağlar, bunlar da mezodermadan yaranır. Sonra keçirik biz postembriyonal inkişaf. Postembriyonal inkişafın özünü də biz bölürük demək postembriyonalı. Düzünə dolayı. Postembriyonal inkişaf. Düzünə inkişaf var, dolayı inkişaf var. Düzünə və dolayı inkişaf. Düzünə inkişaf nə deməkdir? Canlının inkişafında sülfə mərhələsi yoxdursa düzünə. Sülfə yoxdursa, yəni postembriyonal nədir? Doğulandan ölənə qədər ki, və yaxud da yumurta qabından çıxandan ölənə qədər ki, inkişafında sülfə olmur. Olmur, yəni X sülfə olmur. Sonra dolayda özü bölünür. Tam, bir də qeyri-tam inkişaf mərhələlərinə qeyri-tam. Əgər burada sülfə var, dolayda nədir? Sülfə olur. Olur. Əgər dolayda sülfə yetkin fərdə oxşamırsa, o dolayının tamıdır. Əgər sülfə yetkin fərdə oxşuyursa, dolayının qeyri-tamıdır. Məsələn, çəpərək tam. Məsələn, biz ən çox bura həşəratları deyirik. Məsələn, kəpənəkdə nədir? Yumurta, sülfə, pul, yetkin fərd və yaxud da arıda da. Qeyri-tamda yumurta həşəratları yazırıq, sülfə, yetkin fərd. İkisində də sülfə var. Amma bunun sülfəsi yetkin fərdinə oxşuyur, bunun sülfəsi tırtıldır, məsələn, oxşamır yetkin fərdə. Belə. İndi məsələn, düzünün inkişaf nədədir? Məməllər, quşlar, sürünənlər,
Yəni sürfəsi olmayanlar. Balıq da aiddir. Balığın sürfəsi var axı. Kül. Sürfə varsa balıq kürüdən sürfə çıxır. Sürfə varsa dolayı aiddir. Sonra məsələn düzünə inkişafa hörümçək, müəyyən onurğasılarda yenə deyə bilərik düzünə inkişafdır. Sonra dolayının tamına yenə kəpənəkdir, arıdır, böcəklərdir, dəstələrdən bilirik də bunlar. Sonra qeyri-tamına da nə aiddir? Tarakandır, düz qanadlar dəstəsi var idi, çəyirtkə, şala, sisək, dana dişi. Onlarda da qeyri-tamdır. Bir də ki, məsələn, qurtlar da dolayı inkişafa aiddir də, bilirsiniz, əksəriyyət qurtlar axı sürfəsi olur, yumurtadan sürfə çıxır. Onlarda da demək. Sonra meduzaların özünün sürfəsi olur da, poliplanula, onlar da dolayı inkişafa aiddir. Belə.